İşğaldan azad olunan Laçın şəhərində təhsilin inkişafı yeni mərhələyə qədəm qoyub. Dövlətin yaratdığı müasir təhsil infrastrukturu sayəsində burada məktəblər tam fəaliyyət göstərir. Şagirdlər isə soyuq hava, qar və şaxtaya baxmayaraq dərslərə böyük həvəslə qatılırlar. İşğaldan azad olunmuş Laçın şəhərində təhsil sayəsində ardıcıl inkişaf müşahidə olunur. Son illərdə yaradılan müasir təhsil infrastrukturu məktəblərin fasiləsiz fəaliyyət göstərməsinə şərait yaradıb. Qış mövsümünün soyuq keçməsinə baxmayaraq, şagirdlərin dərsə davamiyyəti yüksək səviyyədədir. Laçın şəhər 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edən Şəbnəm Uğurlu qürur və fəxarət hissi ilə qeyd edir ki, artıq 3 ildir Laçın şəhərində məktəbimiz fəaliyyət göstərir və uğurla təhsil prosesini davam etdirir. Bu təhsil ocağının yenidən fəaliyyətə başlaması yalnız burada təhsil alan şagirdlər üçün deyil, vaxtilə işğal səbəblərindən təhsilini yarımçıq qoymuş valideynlər üçün də böyük sevinc mənbəyidir. Bugün onların övladları Laçında təhsil alır və bu hər birimiz üçün qürur vericidir. Biz hamımız ədalətin bərpa olunmasının sevincini və qürurunu birlikdə yaşayırıq. Laçın şəhər 2 nömrəli tam orta məktəb yüksək maddi texniki bazı ilə təmin olunub. Məktəb binası geniş, işıqlı və tam müasir standartlara cavab verir. Sinif otaqları ilə yanaşı fənn kabinetləri və STEM otağı fəaliyyət göstərir ki, bu da müasir dövrdə şagirdlərin inkişafı baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Burada təhsil alan şagirdlərin gələcəkdə Azərbaycanımızı həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə layiqincə təmsil edəcəyinə inanırıq. Düşünürəm ki, bu müasir şərtlər altında təhsil alan şagirdlər yəqin ki, Azərbaycanımızı həm ölkə daxilində, həm də ölkə xaricində böyük qürurla təmsil edəcəklər. Çünki onlar üçün burada hər bir şərait yaradılıbdır. Valideyn kontingenti də, eyni zamanda şagird də, müəllim heyəti də, hər birimiz olduqca bizə yaradılan bu şəraitdən razıyıq və dövlətimizə təşəkkür edirik. Nə yaxşı ki, biz güclü Azərbaycanda yaşayırıq. Baxın, məktəbimiz dəniz səviyyəsindən 1500 metrə qədər hündürlükdə yerləşir. Lakin buna baxmayaraq, qarlı hava şəraiti olmasına baxmayaraq, bugün bütün uşaqlar demək olar ki, 90%-dən çox davamiyyətlə məktəbdə öz dərslərində iştirak edirlər. Yəni, bu da onu göstərir ki, məktəbə gəlmək həvəsi, sevgisi bu uşaqlarda mövcuddur. Babam və nənəm mənə həmişə Laçın şəhərindən danışardı və mən Laçın şəhərini təsəvvür elədiyimdən daha gözəl gördüm. Və mən Laçın şəhər 2 nömrəli tam orta məktəbdə təhsil alıram. Məktəbimiz yüksək avadanlıqlarla doludur, oxumamızda bir çətinlik yaranmır. Ən sevdiyim fənlər fizika və ingilis dilidir. Gələcəkdə həkim olmaq istəyirəm. Mən əslində Qarabağ Universitetinə qəbul olmaq istəyirəm. Sonra isə təhsilimi bitirdikdən sonra Laçında həkim işləməyi arzu edirəm. Günay Hüseynova, Aydın Yavərzadə, Həcər Həsənova bugün informasiya proqramı üçün.